İndi sizə təqdim eləyəcəyim yeməyi hər yerdə qaymaqla yemisiz, amma inanın səmimiyyətimə, bunun xama ilə olan variantı bir başqa ləzzətdir. Öncə tavaya kərə yağı əlavə eləyirəm. Mən ankor yağından istifadə edirəm. Ümumiyyətlə ankoru çox sevirəm. Yağ tam əridikdən sonra soğanı xırda-xırda doğrayıb əlavə edirəm yağa, üzərinə də duz və şəkər tozu əlavə edib soğanı qovururam. Soğan biraz qovrulduqdan sonra toyuğun sinə ətini uzun-uzun doğrayıb soğanla bir yerdə bir 5-6 dəqiqə qovururam və qeyd edeyim ki, gür xodda qovurmaq lazımdır ki, toyuq öz, yəni suyunu buraxmasın. Daha sonra göbələkləri də əlavə eləyirəm. Göbələyi əlavə edən kimi dərhal limon suyunu sıxıram üzərindən ki, rəngini dəyişməsin, ağ qalsın. Və ən sonda 4 xörək qaşığı xamaya, 1 stəkan qaynar su əlavə edib qəşəng qatışdırıram, əlavə eləyirəm qarışımı toyuqlu qarışımın üzərinə. Vəssalam. Qapağını bağlayıb yağa düşənə qədər gözləyirəm. Yanında düyü süzürəm. Müsbət ləzzətli olur. Mütləq hazırlayın.